19-cu fəsil. İmanın şərtləri. İnanc sistemindən şuur sisteminə keçid. İman anlayışı tarix boyu müxtəlif formalarda izah edilmişdir. Lakin İslam düşüncəsində iman yalnız ümumi qəbul deyil, konkret prinsiplər üzərində qurulmuş sistem kimi təqdim olunur. Ənənəvi olaraq bu sistem 6 əsas şərt üzərində formalaşır və zahiri baxımdan inanc prinsipləri kimi görünür. Lakin daha dərin analiz göstərir ki, bu şərtlər sadəcə metafizik anlayışlar deyil. Onlar simvolik və kodlaşdırılmış strukturdur və insanın şuurunu, dünya görüşünü və daxili sistemini formalaşdıran mərhələləri ifadə edir. Bu baxımdan imanın şərtləri yalnız inanmaq üçün deyil, anlamaq və dərk etmək üçün təqdim olunmuş sistemdir. Allaha iman, görünməyən sistemin qəbul edilməsi. Ənənəvi yanaşmada Allaha iman, yaradanın mövcudluğunu qəbul etmək, ona inanmaq və onu tək bilmək kimi izah edilir. Lakin bu izahın zahiri səviyyəsindən kənara çıxıldıqda daha dərin məna ortaya çıxır. Müəllifin yanaşmasına görə Allaha iman gözlə görünməyən, tam təsəvvür edilə bilməyən və sonuna qədər dərk olunmayan vahid sistemin mövcudluğunu qəbul etməkdir. Bu sistem hər yerdə mövcuddur, hər şeyi əhatə edir və varlığın əsasını təşkil edir. Bu anlayış konkret forma ilə məhdudlaşmır. O nə maddi obyekt, nə təsəvvür edilən obraz, nə də məkanla məhdudlaşan varlıqdır. O varlığın özünü təşkil edən əsas prinsipdir. Tarixi reallıq və ifadə forması. Tarixi baxımdan bu anlayışın necə təqdim edildiyini anlamaq vacibdir. Muhammed öz dövrünün insanlarına bu konsepsiyanı müasir elmi və abstrakt dillə izah edə bilməzdi. Cəmiyyətin düşüncə səviyyəsi və qəbul imkanları belə təqdimatı mümkünsüz edirdi. Əgər həqiqət açıq və abstrakt formada təqdim olunsaydı, bu həm anlaşılmaz olar, həm də qəbul edilməzdi. Bu səbəbdən həqiqət simvolik və kodlaşdırılmış formada ifadə edildi. Bu yanaşma dini mətnlərin strukturunu anlamaq üçün əsas açarlardan biridir. Allahın adları, sistemin funksiyaları. İslamda Allahın adları zahiri baxımdan sifətlər kimi təqdim olunur. Lakin dərin baxış göstərir ki, bu adlar vahid sistemin müxtəlif funksiyalarının ifadəsidir. Bu anlayışda sistem bilən, idarə edən, qoruyan və istiqamətləndirən xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər ayrı-ayrı varlıqları deyil, vahid sistemin müxtəlif təzahürlərini göstərir. Bu baxımdan ilahi sifətlər antropomorf təsvir deyil, funksional strukturun simvolik ifadəsidir. Görünməzlik və dərk. Quranda qeyd olunan gözlər onu dərk etməz ifadəsi bu anlayışın əsasını təşkil edir. Bu fikir Allahın görünməz olduğunu bildirir. Lakin bu görünməzlik onun yoxluğu deyil. Əksinə, bu onun maddi qavrayışdan kənarda olduğunu göstərir. Müasir elmdə də buna bənzər yanaşmalar mövcuddur. Enerji, sahələr və fundamental qüvvələr birbaşa görünmür, lakin onların təsiri müşahidə olunur. Bu paralellik dini ifadələrin daha dərin reallığa işarə etdiyini göstərir. VM ilə sistemli izah. Bu nöqtədə VM konsepsiyası bu anlayışı sistemli şəkildə izah edir. Bu yanaşmaya görə kainat vahid informasiya və enerji sistemidir və bütün proseslər bu sistem daxilində baş verir. Bu baxımdan Allaha iman həmin sistemin mövcudluğunu qəbul etməkdir. Bu qəbul yalnız nəzəri deyil, şuur səviyyəsində baş verən dərk prosesidir. Peyğəmbər mesajının mahiyyəti. Peyğəmbərin Allah hər yerdədir ifadəsi fiziki mövcudluğa deyil, sistemin hər yerdə aktiv olmasına işarə edir. O, görünməzdir ifadəsi isə maddi təsəvvürdən kənar reallığı göstərir. Bu ifadələr sadə görünməsinə baxmayaraq, dərin fəlsəfi və sistemli məna daşıyan kodlaşdırılmış məlumatdır. Şuur və dərk prosesi. İnsan bu sistemi tam şəkildə izah edə bilməz, lakin onun mövcudluğunu hiss edə bilər. Bu hiss şuurun müəyyən səviyyəsində yaranır və məntiqi bilikdən daha çox daxili dərk ilə bağlıdır. Bu baxımdan iman bilmə deyil, o dərk etmə halıdır. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, Allah anlayışı konkret varlıq kimi deyil, vahid sistem kimi başa düşülməlidir. Bu yanaşma dini simvolları açır, fəlsəfi boşluqları doldurur və elmi düşüncə ilə uyğunlaşır. Nəticə. Allaha iman sadəcə inanmaq deyil, o, reallığın əsas sistemini qəbul etmək, bu sistemin daxilində olduğunu dərk etmək və onunla uyğunlaşmağa çalışmaqdır. Bu yanaşma ilə iman qorxu və məcburiyyət çərçivəsindən çıxaraq dərk və uyğunlaşma prosesinə çevrilir. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.